Tehran rejimi çıxış yolu yoxdur. Dünənləri Ayətullah Ruhullah Xumeyninin anım mərasimində 37 sənədir ki, bu adam həyatını tərk edibdir. Dünən də onun anım mərasimində Seyid Əli Xameneyi geniş bir danışıq yaptı və sonda da ağzına gələni Trumpa və Amerika dövlətinə qarşı nə varsa ad çəkmədən dedi. Yəni elə hər nə demək ki, belə üzlənirək belə pis sözlər vardı, Trumpa qarşı dedi. Yəni sən kimsən, nə karəsən və demək ki, bizim istiqlalımıza, bizim dayanışmamıza qarşı bu söhbətlər nədir, əcəb eləyirik, qidalandırırıq və bu bizim demək ki, əsas gücümüzdür bu, bundan biz geriyə oturmarıq, ondan sonra, yəni belə söhbətləri eninə boyuna dedi. Yəni küllən də belə göstərdi ki, mənim mövqeyim yəni yox. Yəni buna biz razılığa gəlməyəcəyik. Ona görə ki, belə bir həftədən çoxdur ki, Amerika məktub göndərib Oman dövlətinin demək ki, yolu ilə orada aparıb Oman dövlətinin Xarici İşlər Naziri bu məktubu Tehran rejimi süründürür cavab versin və bunların 6-cı görüşləri də hələ yeri də zamanı da bəlli deyil. Və Tehran rejimi də bu son günlərdə bunun çeşidli güc qüvvələri hədələyirlər. Ondan dünənləri Xameneyi danışandan sonra bunun ordusu və İnqilab Qvardiyası yenə də ay vurruq tutarıq və dünənləri də yenə Seyid Əli Xameneyi o 10 min nəfərdən çox o Xumeyninin məzarlığında dedi, İsrail dənizə tökülməlidir, İsraili dağıdacağıq və bunu hər dəfə təkrar edir. Və son günlərdə bunların hamısı İran adlanan yerdə belə çıxış edirlər. Bunu da bəziləri Axios və bəziləri deyirlər, ay bu Rusiyada gedən havadisinə bağlıdır belə filan. Yəni onu da demək lazımdır. Dünən Amerika vaxtıyla gündüz və bizdə gecə vaxtıyla Trump çıxdı dedi ki, mən Putini də bu söhbətə demək ki, qatacağam. Yeri gəlmişkən Putinin də Tehrana səfəri gözlənilir Əjdər bəy. Bəli, deyir ki, Putini də bu qatışa qatacaq. Əlbəttə bu qalabalıq yaratmaq Trumpın siyasətinin tərkib hissəsidir. Yəni bir yandan Putinin özü Ukraynada ki, bilirsiniz ki, Ukraynada istər ki, onun uçaqlarının yerdə vurulması, sonra o treni, qatarın vurulması, sonra da Krimdə körpünün əsas sütunlarından birinin vurulması Ukrayna tərəfindən və Avropanın da bu son gedişatı ki, NATO'nun da gələcək yaxındakı görüşü olacaq, tamamilə Ukraynanı dəstəkləməsi və keçən həftə içində də, yəni bu günləri Tehran rejimi ilə Ukraynaya təcavüzlə bağlı, Tehran rejimi ilə Rusiyanın işbirliyi, dərin işbirlikləri görünür ki, hər şey yüzdədir. Bu da Avropanı da razı salmır. Necə ki, bu son günlərdə nüvə silahını qidalandırma məsələsi ilə bağlı o təşkilat açıqcasına dedi ki, Tehran rejimi hər şeyi gizlədir və 270 kilodan az zaman içində 408 kiloya çatdırıb bu nüvənin 60%-dan yüksək qidalandırılması, çox yerləri gizli orada demək ki, hazırlıq görür. İran adlanan yerin mediasında və onun demək ki, aparıcı adamlarında dünən də Xameneyinin yəni söhbətlərində bəlli idi ki, hər an istəsəm deyərəm ki, nüvə silahını düzəldə bilərlər. Qrozu da həftə içində çıxışlarında dedi ki, yəni bunların indi 10 dənədən artıq nüvə bombası hazırlamağa imkanları vardır və İsrailin də siz də söylədiniz, İsrail də açıqcasına narahatdır. İsrail deyir, Trump hər gün bir söz deyir. Dünənləri Marco Rubio, dün İsrail gün deyək, hətta İsrail gün Marco Rubio İsrailin əsas adamlarından demək ki, Morgan Ortegası, o xanımı ki, hər zaman gəlirdi Livana və İsrailə Trumpın tərəfindən və ondan sonra bir-iki nəfəri Xarici İşlər Naziri və Təhlükəsizlik Şurasından işdən çıxartdı. Bunlar da belə getdi ki, İsrail demək ki, yanlıları və İsraili demək dəstəkləyənlər çıxardırdılar və bir yandan da Trump, Netanyahu'nun hər sanki bunu demək olar ki, dünənləri Amerika İsrailin xeyrinə bir addım atdı Birləşmiş Millətlər Təşkilatında ki, ay bu Qazza ilə bağlı savaş dayandırılsın. Orada da olan 15 dənə üyədən 14'ü İsrailin əleyhinə təkcə Amerika veto elədi və bu da demək ki, İsrail dəstəklədi. Biraz ağır durum var. İsrailin özündə də bildiyiniz kimi
dövlət belə demək ki, əhnəz durumdadır. Yəni ortodoks o katolik bağışda onu üzr istəyəm. O ortodoks yahudilər, ortodokslar deyirlər ki, bizim gənclərimiz əskəriyə gedər, getməzlər. Ona görə də getməyəcəklərdən Netanyahu əgər demək ki, bu işi istəsin zorlasın, biz dövlətdən çəkilərik və belə görünür ki, içi bunlar dövlətdən çəkilsə 4 ay içində İsraildə seçki getməlidir, dövlət aşacaq. Amma Netanyahu ki, sıxışdırılır. Görünür ki, Netanyahu dövlətini qorumaq üçün, Qazada bu işi sona yetirmək üçün, ondan sonra bölgədə öz işlərini görmək üçün Netanyahu İsraildən də belə hava gəlir ki, biz vuracağıq. Yəni bundan sonra əlac yoxdur. Tehran rejimi istəyir zaman qazansın və demək ki, demək olar ki, Trump'ı fırlatsın. Əjdər bəy, sizin ehtimalınız nədir? Ümumiyyətlə, İranın vurulması məsələsini siz real hesab edirsinizmi yaxın perspektivdə? Hökməndir. Bunu İsraili məhv edəcəksən, İsrail bundan geri götürmür. Dünənləri Xameneyinin siz söhbətinə qulaq asırdınız, mən hamısını dinlədim. O məzarlıqda İsrail hər söhbətinin hər nöqtəsində hamısı da deyirlər. İsrail məhv olunmalıdır. Yəni bu Tsiban məhv olunmalıdır. Bunda İsraillər, siz İsraildəki xəbərləri izləsiniz, baxacaqsınız, görəcəksiniz. Hamısında İsraillər də bunu görürlər, nələr gedir və hazırlığı da görüblər. Neçə dəfə də bunlar bu neçə ildir bu məşq edirlər, 20 sənə içindədir və bu son aylarda, günlərdə. İndi Amerika da bu silahları bunlara verib, bombaları da verib, silahları verib, F-35'ləri də verib. Ondan sonra F-15'ləri də veribdi. Ondan sonra filan Amerika gəlməyə İsrail məcbur qalsa bu işi görəcək. Yəni neçə dəfə bu son aylarda və bu son ildə İsrail bəzi yerlərdə Amerikaya qulaq asmadan bu işi gördü. Amma Amerikanın olması ilə, Amerikanın dəstəyi ilə və Trump'ın demək ki, razılığı ilə bu işi görsə, bəli, bu iş elə bilər bəlkə bir dəfə hücumla həll olsun. Amma Tehran rejimini ipə sapa yatırtmaq üçün İsrail bu işi görəcək. Yəni demək ki, bu çoba olmadan, bu hücum olmadan Tehran rejimi bu məsələyə baş qoymayacaq. Çünki niyə? Tehran rejimi bilir ki, hər halda bir danışığa geçsə, onda belə utursa belə, Trump deyir ki, orada biz utacağıq. Yəni, aya istəmirsiniz ki, biz bunlarla bir müqavilə imzalayaq ki, biz gedək Tehrana, İran adlanan yerə, orada bütün o laboratuvarlara girəcəyik, nə istəsək götürəcəyik, qalan qulanı da partladacaq, heç kəs görməyəcək. Aya razısınız ki, demək ki, adam ölmədən bu iş həll ola, biz belə müqavilə, demək ki, istəyişi əldə edək. Tehran rejimində deyir ki, sən nə danışırsan, hara gələcəksiniz, demək ki, yoxlayacaqsınız, məsələn, Forduda, Nətənzdə, başqa yerlər çoxdular İsfahanda, ondan sonra laboratuvar partladacaqsınız, nə istəsəz götürəcəksiniz. Xameneydə dünən deyildi, bunlar bizə lazımdır, hamısı, hər halda bizim demək ki, texnika, nəzərə, industrimizin, hər şeyimizin ana demək ki, bir gəlişmədir, milyardlarla bunlar pul xərcləyiblər burada. Özdə bunların demək ki, Xameneyi də deyildi. Bu milli bir heysiyyət, milli bir ada çevrilib bu. Ona görə də özdə hər danışığında da İslam demir, İran deyir. Hamısı başlayıblar İran milləti, İran belə oldu, İran. Yəni, amma bilirlər də ki, daxildə də bilirsiniz ki, indi 12 gündür ki, 156 şəhərdə yük maşınları və onları dəstəkləyənlər, pensionerlər və çeşidli siniflərdən olanlar dəstəkləyirlər. Hər an partlayış ərəfəsində bunu özləri də deyirlər. İndi işıq yoxdur, yəni yaydır, İran adlanan yer çox sıcaqlığa doğru gedir. Və su qıtlığı dəhşətlidir və əkmə çörə bahalığı keçən həftələr içində 100%, yəni 2 qatlı bahalaşıb çörək. Yəni cəmaət çox belə ağır durumdadır. Və buna görə də bunlar da o baskıları da artırıblar. Yəni baskılar qorxudadılar ona görə. Ona görə bu gözləyirlər ki, bir hücum olacaq həm İran adlanan yerin daxilində, həm də ki, burada bir məsələ vardı ki, Trump'la nə qədər də İsrail danışığa geçsə, yəni Trump İsrailə batışa bilməyəcək. Yəni istəsin Amerikada, istəsin bölgədə batışa bilməyəcək. Yəni demək olar ki, belə demək olar. Bu Amerika siyasətinin, Trump'ın siyasətinin vuran qoludur İsrail bu bölgədə. Əgər demək ki, ərəblər bir türlü İsrailə və bağışlayın, Trump'a təmkin edirlər və belə pulu verirlər, müqavilələr gedir. Bu İsrailin demək ki, burada gücüdür. Yəni güc buradadır. Mən vuraram və hər yan
hamarlayıb da İsrail, yəni bu son bir ildən çoxdur indi, 600 günü keçibdir. Hamarladı hər tərəfi. Burada demək Amerikalı ölməyib ki. İsraillər burada vuruşublar, döyüşüblər və hamarlayıblar. Gəlib təhsilə qalıb Qazza məsələsində. Qazza məsələsində belə görünür ki, İsrailin boynunda bir Damokles qılıncı kimi saxlamaq istəyirlər. O da İsrail də dünənləri, rəsmiləri, Netanyahu da deyir. Nə istəyirsiniz Avrupalılar, Amerikalılar, nə deyirsiniz siz? Biz sizə görə savaşırıq. Ya da bugün gəlib demək ki, irtica mühümmasılıq İngiltərə, Fransa bu günləri deyir ki, Müslüm Qardaşlar Birliği, Əxəvanil Müslümin Fransa siyasətinə olub, İngiltərə də bunu deyir. Yəni burada bir məsələ vardır ki, İsrail açıqcasına deyib, bizi olmasa, mən olmasam burada gedibsiz. Bu tarifdə Amerika da bunu bilir. Amerika İsraili əldən buraxmaz. Ona görə ki, misal da çox bəsit bir misal. İsrail olmasa, bölgədə döyüşməsə, ərəblər milyardlarla silaha nəyə pul versin? Və demək ki, Əmarat, Qətər, Bəhreyn, hamısının canı bağlıdır burada demək ki, bu gücə. Ona görə də İsrail də özünü qurtarmaq demək ki, ölüm-qalın bir duruma gəlib çatıb İsrail. Həm demək hakimiyyət məsələsində Netanyahu hakimiyyəti buraxacaq, yarımçılıq, ondan sonra gedəcək məhkəməyə, zindana gedəcək, Avropada, dünyadan təcrid olunacaq, düşmanları və bunu istəməyənlər hamı baş qaldıracaq. Tehran rejimi də canısını qurtaracaq. Bilirsiniz ki, keçən günlər içində bəlli oldu ki, hələ Livanda, başqa yerlərdə Tehran rejiminin yandaşları milyonlarla, 600 milyon dolardan çox, o nə deyirsiniz, falşiv ya cəhəli deyə də kartlarla pul çəkib Tehrana göndərirlər. Yəni hər tərəfdən Tehran rejimi öz işini görür və çalışır ki, hətta Suriyədə çevrilişlərə əl alsın. Altdan Türkiyənin əleyhinə bəzi addımlar atır ki, bölgədə Türkiyə buna qarşı çıxa bilər. Yəni məsələ budur ki, o hücum məsələsi demək ki, onun demək ki, itdi-bittisi yoxdur, gezi-tezi var. Amma itdi-bittisi yoxdur. İsrail bu məsələdən qurtarası Tehran rejimində bu ideolojik, bunun demək ki, milli özləri demişkən, siyasətinin tərkib hissəsinə çevrilibdir. Əl çəkəsi deyirlər bu məsələdən. Ona görə də hətta əgər Amerika ilə bir türlü altdan bunların gizli danışığı gedir. Amerika ilə demək Tehran rejiminin gizli danışıqları var. Dünənləri demək ki, o tanınmış senatorlardan bəziləri, özləri respublikancılar dedilər ki, açıqlayın ki, siz gizli danışıq aparırsınız Tehran rejimine, bunu açıqlayın Trump dövlətinə. Trump dövlətinin də demək ki, o keçən 100 gün içində o parlaq günləri bir yandan bu adam da oradan çıxdı, getdi, o milyarder də çəkildi geriyə və tənqidlər də çoxalır. Bu gümrük məsələləri ki, Avropa ilə və Çinlə və başqa məsələlər indi açıqcasına hamı danışırlar ki, Amerikadakı, yəni bu milyardlarla Amerikaya zərər vurur. Bəzi qərarlar ki, bu son günlərdə alıblar, Amerikada çox çətinliklər yaradıbdır. Ona görə Trump'ın özünə reytingi azalmaqdadır. Yəni belə gedir ki, əgər NATO'nun yaxın günlərdə söylədim, görüşləri olacaq, NATO'da, Avropada da hamı qorxurlar ki, bu Rusun, bu cür ki, Rus bir yandan aid danışıq aparıram filanla, o yandan dünənləri bilirsiniz ki, Ukraynada bəzi kəndlərini ələ keçirdib, yaxınlaşır bəzi yerlərdə. Ona görə də bu günləri durum siyasət belədir ki, indi gətirib Trump bir qalabalıq yaradır. Ay, bu adamın, Putin gəlir Tehrana, Tehranda danışıqda ki, nə danışacaqlar? Putin özü Rusiya Tehran rejimini nüvə silahlı bir Tehran rejimi istəmir. İstə əlində olsun. Bəli, o qıdalandırdıqları o demək ki, nüvələr ki var, onu Rusiyada da istəmir. Deyir ki, Rusiya gəlsin, gətirin burada, saxlayın filan istəmir. Hətta bilirsiniz ki, İran adlanan yerdə, o Körfəz kənarında, bunlar ki, o böyük reaktoru yaratmışdılar. Ruslar izin vermədilər ki, Tehran rejimi belə pul verdi Ruslara milyardlarla. Orada o reaktor, orada elektrik istehsal etsinlər. Orada Tehran rejiminə izin vermədilər, özü istehsal etdiyi nüvə silahı ilə oranı işləsin.